Energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının Enerji və Mənzil Siyasəti üzrə komissarı Dan Jorgensen Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Bildirilib ki, 2025-ci ildə Azərbaycandan Avropa İttifaqına qaz ixracı 12,5 milyard kubmetr təşkil edib və bugündən enerji tərəfdaşlığı da daha da genişləndirilib. Onlar bizim bu sahədə həyata keçirdiyimiz istər yaşıl enerji generasiya sahəsində, istərsə də Azərbaycanın demək təşəbbüsü ilə bugün işlənilən bir sıra demək enerji, yaşıl enerji və ümumiyyətlə elektrik enerjisi koridorları, layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. We have a lot of potential between the European Union and Azerbaijan. Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bugün biz qaz tədarükünün təmin edilməsindən, metan emissiyaların azaldılmasından, elektrik şəbəkələrinin modelləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Azərbaycan və bütövlükdə region bərpa olunan enerji mənbələri, enerji səmərəliyi və regional əlaqələr sayəsində gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir.